Salam yoldaşlar, vaxtınız xeyir. Bugünkü videomda sizlərə 2025-ci il sentyabr ayında dövlət qulluğu imtahanında istifadə olunan sual nümunələri ilə tanış edəcəm. Gəlin sualların həlli ilə tanış olaq. Birinci sual diaqramlar sual nümunəsinə aid olan bir tipdir. Son imtahanlarda tez-tez istifadə olunan sual nümunələrindəndir. Sualın həcmi böyük görünsə də, həlli bir o qədər də çətin deyil. Gəlin şərtlə ilk öncə tanış olaq. Sualın şərtində deyilir ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının Azərbaycan Respublikasının ərazisində tanınması üçün 2023-cü ilin may ayında edilən müraciətlərin əsasında ən çox rast gəlinən ixtisaslar və təhsilin həyata keçirildiyi ölkələr üzrə sayını göstərən diaqramlara əsasən tapşırığı yerinə yetirin. Xarici dövlətin ali təhsilə aid kvalifikasiyalarının Azərbaycan Respublikasının ərazisində tanınması üçün 2023-cü ilin may ayında edilən müraciətlər arasında ən çox rast gəlinən ixtisaslar və təhsilin həyata keçirdiyi ölkələr üzrə sayı verilib. Burada rənglərlə birinci diaqramda bizə ixtisaslar qeyd olunub, maliyyə, iqtisadiyyat, hüquqşünaslıq müvafiq rənglərə uyğun olaraq. Sağ tərəfdə də ölkələr üzrə say qeyd olunub bizə. Amma maliyyə ixtisasının qarşısında Ukrayna verilməsi o demək deyil ki, maliyyə ixtisasında təhsil alanlar Ukraynada təhsil alıblar və yaxud iqtisadiyyatda olanlar Rusiyada təhsil alıblar. Bu ola da bilər, olmaya da bilər. Yəni, qarşı-qarşıya verilməyə mütləq deyil ki, uyğunluq qarşı-qarşıya olsun. Mülahizələri deyir, oxuyaq, mütləq doğru mülahizəni müəyyən edin. A variantına baxıram. A variantında deyilir ki, biznesin idarə edilməsi və maliyyə ixtisasları üzrə müraciət edənlər Türkiyə və Gürcüstanda təhsil alıblar. Biznesin idarə edilməsi 40 nəfər, maliyyə ixtisası üzrə 95 nəfər. Bu şəxslər Türkiyə, Gürcüstanda təhsil aldıqlarını biz dəqiq deyə bilmərik. Ola bilər ki, Türkiyə, Gürcüstan yox, Ukrayna, Rusiyada təhsil alsınlar, Belarus, Gürcüstanda təhsil alsınlar və yaxud digər ölkələrdə təhsil alsınlar. Bu mülahizənin mütləq doğru olduğunu isbat edəcək bir faktor bizdə yoxdur. Şərtdə də bununla bağlı heç bir qayda qeyd olunmayıb. Ona görə A variantını qiymətləndirə bilmirik dəqiq mütləq. B variantında deyir, maliyyə, iqtisadiyyat, hüquqşünaslıq, menecment və biznesin idarə edilməsi ixtisasları üzrə müraciət edənlərin hamısı Ukraynada təhsil ala bilməz. Bu ixtisaslar üzrə təhsil alan tələbələrin sayını biz toplamalıyıq ilk öncə. Maliyyə, iqtisadiyyat, hüquqşünas, menecment, biznesin idarə edilməsi. Bu 5-ini toplasaq biz alacağıq 328. Və Ukraynada da təhsil alan tələbələrin sayı 328-ə bərabərdir. Bunların sayı bərabər olduğuna görə biz deyə bilərik ki, bu tələbələrin hamısı Ukraynada təhsil ala bilər. Çünki bu say 328-dən çox olsaydı, ixtisaslarda təhsil alanların onda deyərdik ki, ala bilməzlər. Amma bərabər olduğuna görə Ukraynada təhsil ala bilərlər. B variantı səhvdir. C variantında deyilir, ixtisaslar arasında eləsi var ki, həmin ixtisas üzrə müraciət edənlər başqa bir ixtisas üzrə müraciət edənlərdən 200% çoxdur. 200% çox, 3 dəfə çox deməkdir. Məsələn, bir nəfər 100 manat maaş alırsa, onun maaşı 200% artırsa, bu 3 dəfə artım deməkdir. 100 manat maaş alan 300 manat maaş alacaq. Biz də indi bu ixtisaslar içərisində elə bir qarşılıqlı ixtisaslar tapmalıyıq ki, biri digərindən 3 dəfə rəqəm ədəd baxımından çox olsun. Məsələn, bu 40 isə qarşılığı 120 olmalıdır burada. 3 dəfə çox olan yoxdur. 44-ün qarşılığı yoxdur. Eyni qaydada digərlərindən də 3 dəfə böyük olan və yaxud 3 dəfə kiçik olan bir ədəd görə bilmirik burada. Ona görə C variantı da səhvdir. D variantında ixtisas arasında eləsi var ki, həmin ixtisas üzrə müraciət edənlər başqa bir ixtisas üzrə müraciət edənlərdən 100% çoxdur. 100% çox 2 dəfə artım deməkdir. Məsələn, bir nəfər 100 manat maaş alırsa, maaşı 100% artıbsa 2 dəfə artım deməkdir. 200 manat maaş alacaq. İndi biz bu ədədlər arasında biri digərindən 2 dəfə fərqlənən ədəd görə bilsək, deməli, D variantını düzgün qiymətləndirə bilər. Görməsək səhv olacaq. Baxıram bura, görürəm ki, biznesin idarə edilməsində 40 nəfər təhsil alıb və 80 nəfər iqtisadiyyat fakültəsindən təhsil alıb. Biri digərindən 2 dəfə çox və ya biri digərindən 2 dəfə azdır. Ona görə burada deyə bilərəm ki, bu ixtisaslarda eləsi var ki, bir ixtisasda təhsil alanlar
Başqa bir ixtisas üzrə müraciət edənlərdən 100% çoxdur və yaxud 2 dəfə çoxdur. 40-80. Bu əlaqə qarşılıq olduğuna görə D variantını düzgün, mütləq düzgün kimi qiymətləndirə bilirik. İxtisas adı keçmədiyinə görə hər hansı bir ixtisasdan söhbət getdiyinə görə D variantı düzgündür. B variantında deyilir, biznesin idarə edilməsi və menecment ixtisasları üzrə müraciət edənlər Gürcüstan və Belarusda təhsil alıblar. Y variantında A variantının analoji bir variantı hesab edə bilərik. A variantını necə ki biz qiymətləndirə bilmədik, düzgünlüyü Y variantında eyni qaydada qiymətləndirə bilmirik. Düzgün və yaxud səhv oldu. Beləliklə düzgün cavabımız olacaq D variantı. Keçirik növbəti suala. Növbəti sual tərəzilər bölməsinə aid sual nümunəsidir. Tərəzilərin həllinə gəlin nəzər yetirək. Tərəzilər bizdə tərəf-tərəfə toplama, çarpaz toplama və əvəz etmədən istifadə etməklə həll olunur. Bir çox tərəzilərdə biz ilk iki metodu, yəni əvəz etmə və çarpaz, daha doğrusu tərəf-tərəfə toplama və çarpaz toplama metodunu istifadə etmədən, sadəcə əvəz etmədən istifadə etməklə həll edə bilirik. İkinci sual nümunəsi də həmin tip tərəzilərdəndir. Fikir versək, ikinci tərəzidə 2 üçbucaq bir dairəyə bərabərdir. Və birinci tərəzidə 2 romb 3 dairəyə bərabərdir. Onda hər bir dairənin yerinə mən birinci tərəzidə 2 üçbucaq yaza bilərəm. Onda olacaq. Birincinin yerinə 2 üçbucaq, ikincinin yerinə 2 üçbucaq, üçüncünün yerinə də 2 üçbucaq. Beləliklə 2 romb bərabər oldu 6 ədəd üçbucağın. Onda buradan da mən 1 rombun 3 ədəd üçbucağa bərabər olduğu nəticəsinə gələ bilirəm. Onda bizdən də soruşulur ki, 1 romb nəyə bərabərdir? 1 romb bərabər olacaq 3 ədəd üçbucağa. Cavab variantlarında belə bir variant yoxdur. 3 ədəd üçbucaq variantı yoxdur. Onda yenə nə isə əvəz etməliyik. 2 ədəd üçbucaq bizdə bir dairəyə bərabərdir. İkinci tərəzidən onu görə bilirik. Onda 2 ədəd üçbucağın yerinə bir dairə mən qeyd edə bilirəm. Onda cavabımız olacaq üçbucaq və dairə. Və yaxud dairə və üçbucaq. Eyni mənaya kəsb edir. Düzgün cavab C variantı. Üçüncü sualda tapmaca xarakterli sual nümunəsidir. Burada biz kənarda sol və sağda yazılmış ədədlərdən ortada yazılmış ədədi almağa çalışarıq. Diqqət eləsək görəcəyik ki, 5, 3 və 5-in hasili bizə verir 75. Sol tərəfdə yazılıb 75, 8, 5 və 1-in hasili bizə verəcək 40. Eyni qayda görək, ikincidə ödənirmi? 4 vur 8 vur 3 elədi 96, 7 vur 1 vur 6 elədi 42. Eyni qaydanın 3-cü sıraya tətbiq eləsək, 7 dəfə 2 14, 3 dəfə 14 eləyəcək 42. 3 dəfə 6 18, 18 vurulsun 3 elədi 54. 4254. Düzgün cavab Y variantı. Dördüncü sual bağlarla əlaqələndirilmiş fiqurlar bölməsinə aid sual nümunəsidir. Bu tip suallarda bizə birinci şəkildə bir fiqur verilir və şərtdə də qeyd olunur ki, fiqur müəyyən bir deformasiya halına məruz qalaraq ikinci şəkildə olan fiqur halında əks olunur. Və burada biz X və Y-in yerini təyin etməliyik və şərtdə o da qeyd olunur ki, əlaqə kəsilmədən bu deformasiya baş verir. Bu tip misalların həllində tövsiyə edirik ki, birinci fiqurda hər dairənin üzərində ondan çıxan xətlərin sayını qeyd edək. Məsələn, M-dən 2 xət çıxır, T-dən 3 xət, S-dən 3, R-dən 4, K-dan 2, P-dən də 4 xət. Eyni qaydada deformasiya halında olan fiqurda da dairələrin xətlərini qeyd edirəm. 2, 2, 4 xət, 3 xət, 3 xət və 4 xət. Y-dən başlayaq, gəlin. 3 xətli fiqur. Bizdə 2 dənə 3 xətli fiqur var. Bir 3 xətli fiqur əlaqəlidir 2, 4 və 3 ilə. Digər 3 xətli fiqur əlaqəlidir 4, 4 və 2 ilə. 4, 4 və 3 ilə, daha doğrusu. Gördüyünüz kimi əlaqələr müxtəlifdir, fərqlidir əlaqələr. Ona görə Y-in yerini rahatlıqla təyin edə bilirik. Y əlaqəlidir 4, 4 və 3 xətli fiqurla. Buradakı 3 xətli fiqur əlaqəlidir 2 xətli, 4 xətli və 3 xətli fiqurla. Bu demək Y deyil. Növbəti 3 xətli əlaqəlidir. 3-lə, 4-lə və 4-lə. Deməli, bu Y bizdə olacaq
S. Y S oldu. Y əlaqəlidir 4, 4 və 3 xətli fiqurla. S-in əlaqələndiyi 3 xətli fiqur, S-in əlaqələndiyi 3 xətli fiqur yalnız T-dir. S-in əlaqəlinin 4 xətli fiqurların yerini dəqiq müəyyən edə bilmirəm, çünki hər ikisi 4 xətlidir. Ona görə T-dən davam edirəm. T-dən davam etsəm, T əlaqəlidir 3 xətli fiqurla, 4 xətli fiqurla və 2 xətli fiqurla. T-nin əlaqələndiyi 3 xətli fiqur S-i tapmışıq, əlaqələndiyi 4 xətli fiqur. T-nin əlaqələndiyi 4 xətli fiqur R-dir, yazdım bura. T-nin əlaqələndiyi 2 xətli fiqur M-dir. Aha, 2 xətli fiqur olan, dairə olan M əlaqəlidir T ilə, bir tərəfi T-dir, digər tərəfi də P-dir. Digər tərəfi də P-dir buradan. Bunda X də olacaq P. X, P, Y, S. Düzgün cavab A variantını qeyd edə bilirik. Beşinci suala baxaq. Beşinci sual aşkar operatorlar bölməsinə aid sual nümunəsidir. Sadə sual nümunəsi hesab olunur. 15 operator 3, sonra operator 9-u həll etməliyik. İlk öncə mötərizənin içərisində həll edirik. Mötərizənin içərisində qeyd olunan operatoru biz birinci sırada dayanan misalda görə bilirik. Əsas şərt də ondan, qayda ondan ibarətdir ki, operatorun sol tərəfində dayanan ədədi dəyişən, misalda olan operatorun sol tərəfində dayanan dəyişənə bərabər etməliyik. X burada olacaq 15, çünki burada sol tərəfdə 15 dayanır. Sağ tərəfdə 13 dayandığına görə Y olacaq 13. Bunda müvafiq olaraq X oldu 15 plus Y 13'dür. Bölünsün 4. 28 bölünsün 4 elədi 7. 15 operator üçün cavabı, yəni mötərizənin cavabı oldu 7. Yeni operator əmələ gəldi. 7 operator 9. X olacaq 7. Onu da burada görə bilirik. Sol tərəfdə X dayanıb, sol tərəfdə 7-dir. X oldu 7. Sağ tərəfdə 9 dayanıb, sağ tərəfdə Y dayandığına görə Y olacaq 9. Bunu da buradan da biz X-in yerinə 7 plus 2 vurulsun Y. Yəni 2 vurulsun 9 minus 1 bölünsün 2. 7 plus 18, 25 çıxılsın 1. 24 bölünsün 2, 12. Düzgün cavab C variantı. Altıncı sual. Altıncı sualda deyilir, qanun uyğunluğu taparaq sual işarəsinin yerinə uyğun variantı tapın. Deməli, altıncı sualda şəkillər bölməsinə aid maraqlı bir sual nümunəsidir. Kvadratlardan istifadə olunub. Kvadratlar müəyyən hissələrə bölünür. Birinci şəkildə, birinci sırada dayanmış kvadratlar, birinci kvadrat iki hissəyə bölünüb, ikinci kvadrat bir hissədən ibarətdir, heç bir hissəyə bölünməyib. Nəticə olaraq bizə 3 verilir. 2 və 1-dən 3 almaq üçün mən toplaya bilərəm. Keçirəm ikinci sıraya. İkinci sırada birinci kvadrat bölünüb 2 hissəyə, ikinci heç bir hissəyə bölünməyib 1. Nəticə olaraq da bizə 1 verilir. Onda 2-dən 2 və 1-dən 1 almaq üçün 2-dən 1 çıxa bilərəm. Fikir versəz, yuxarıda sol tərəf ox işarəsi var, mən topladım. Aşağıda sağ tərəf ox işarəsi var, mən çıxdım. Demək, mən harada sol ox işarəsi görsəm toplayacağım, sağa görsəm çıxacağım. Gəlin görək, burada ödənirmi həmin tapdığımız şərt? 2 hissə və 1 hissə. 2 hissə və 1 hissə. Ox işarəsi sol olduğuna görə toplanacaq. 2 hissə, 1 hissə. Ox sağ olduğuna görə bu çıxılacaq. 2 ilə 1 toplandı 3. Elədi 3. 2-dən 1 çıxıldı. Elədi 1. 3 ilə 1 toplandı. Elədi 4. Həqiqətən də 4 hissəyə bölünmüş kvadrat təqdim olunub. Bunu da yoxlasaq, eyni nəticəni ala bilərik. Gəlin bizdən soruşulan varianta baxaq. Soruşulan variantda kvadrat 1 hissədən ibarətdir. 9 hissəyə bölünüb. 2 hissədən ibarətdir, 1 hissədən ibarətdir. Bu da 8 hissədən ibarətdir. Ox işarəsi sol olduğuna görə bu toplanacaq. Ox işarəsi bunlarda sağ olduğuna görə bu çıxılacaq. Burada minus nəticədən 8-i çıxacaq. 1 plus 9 elədi 10. Çıxılsın. 2 minus 1 elədi 1. Və çıxılsın 8. Ondan 1 çıxanda 9, 9-dan da 8 çıxanda cavab eləyəcək 1, yəni heç bir hissəyə bölünməyən bir kvadrat təqdim olunacaq. Bunu da biz A variantında görə bilirik.
Yeddinci sual. Yeddinci sual bu da tapmaca xarakterli sual nümunələrindəndir. Burada ipucunu biz e, aşağıda böyük ədəd yazıldığından, yuxarıda kiçik ədəd olduğundan deyə bilərik ki, ilk yuxarıda ikisindən aşağıdakı alına bilər. Bu məntiqlə yanaşsaq, 164-də hardasa ipucu görə bilirəm. Çünki 164 10-un kvadratı plus 8-in kvadratı kimi bunları toplasam 164 ala bilirəm. 6-nın kvadratı plus 4-ün kvadratı 36 plus 16 edəcək 52. 5-in kvadratı plus 6-nın kvadratı toplasam edəcək 61. Bura tətbiq eləsəm 7-nin kvadratı 49 plus 3-ün kvadratı, yəni 9. 49 ilə 9 toplananda edir 58. Cavab D variantı. Növbəti sualımız, bu da maraqlı sual nümunələrindəndir. Sahə perimetr bölməsini əhatə edən sual nümunəsidir. Deyilir ki, tərəfləri 32 və 30 sm olan düzbucaqlının daxilində 4 eyni ölçülü düzbucaqlı üçbucaq çəkilmişdir. Şəkildəki kimi. Tərəflər 32 və 30 sm düzbucaqlı. Bu böyük düzbucaqlıdır. Tərəfi 30 və 32-dir. Təbii ki, 30 olacaq bu tərəf eyni. Qısa tərəf budur. 32 olacaq yuxarısı, uzunluq olan tərəf. 4 eyni ölçülü düzbucaqlı üçbucaq çəkilmişdir. Düzbucaqlı üçbucaq eyni ölçülüdürsə, o deməkdir ki, məsələn, bunun bu hissəsi, bunun bu hissəsinə, bu hissəyə, bu da bura bərabərdir. Və yaxud bu düzbucaqlının bu hissəsi, bunun müvafiq bu hissəsinə, yəni bu hissələr də bir-birinə bərabərdir. Bu oturacaq kimi gördüyümüz hissədə bir-birinə bərabər olan hissələr. Sonra bizə deyir, düzbucaqlının qarşı tərəfləri ortaları A və B nöqtələrindən ortaları olan A və B nöqtələrindən AB düz xətti keçirilmişdir. AB düz xətti düzbucaqlının tərəfinin ortasından keçirilib. Ortasından keçirilibsə bu tərəfə bərabər demək. Bunda ümumi 30-dursa, bura olacaq 15, burada olacaq 15. Sonra bizə soruşulur ki, rənglənmiş hissənin sahəsi neçə kvadrat santimetrdir? Qırmızı hissə ilə verilmiş bu düzbucaqlı üçbucaqların sahəsini hesablamalıyım. Mən bir düzbucaqlı üçbucağın sahəsini tapsam, 4 ədəd eyni düzbucaqlı üçbucaq olduğunu bildiyimə görə 4-ə vursam birinin sahəsini, ümumi rənglənmiş hissənin sahəsini tapa bilərəm. Əgər bu hissə bizdə 15-dirsə, bu hissə buna bərabər olduğuna görə mən buna da 15 deyə bilərəm. Onda bu hissədə 15-dir. Müvafiq olaraq bu bunun uzunluğuna bərabərdir. Eyni ilə bu hissədə 15 olacaq, bu hissədə 15 olacaq, bu hissədə olacaq 15. Növbətidə, əgər bu hissəni də mən 15 tapdımsa, bu hissə əgər 15-dirsə, bu hissəni də 15 dedimsə, 15 və 15-in cəmi məndə elədi 30. Bu hissənin uzunluğu da 32-dir. Yerdə məndə nə qalıb? Bu hissə qalıb. 32-dən 2 15-in cəmini çıxsam, 2 qalacaq. Onda burada olacaq 2. Bu hissədə oldu məndə 2. Artıq bir düzbucaqlı üçbucağın tərəflərini mən tapmışam. Tərəfləri məlum olduğuna görə mən bunun sahəsini hesablaya bilərəm. S bərabər sahə düsturu 2-də 1, A vurulsun B. Düzbucaqlı üçbucağın sahə düsturudur. Bu da bərabər olacaq 2-də 1. Bir tərəfi 2-dir, vurulsun 2. Bir tərəfi 15-dir, vurulsun 15. 2-lər ixtisar gedəndən sonra qaldı 15. Bir düzbucaqlı üçbucağın sahəsi 15 olduğuna görə 4-ü vursam 15-ə. 4 dənə belə düzbucaqlı üçbucaq olduğuna görə 4 dəfə 15 də edəcək 60. Düzgün cavab E variantı. 9-cu sual cədvəllər bölməsinin, daha doğrusu riyazi cədvəllər bölməsinə aid olan sual nümunəsidir. Toplama işarəsi ilə verilmiş bir cədvəldir. Gəlin cədvələ əsasən verilənləri qeyd edək. Cədvəldə bizə dəyişənlərlə və ədədlərlə nəticələr verilib. Ədədləri 1 yazacağım, dəyişənləri də 1 yazacağım. K plus M. K plus M bərabərdir 21. L plus K.
L plus K beraberdir 30'a. M plus L, M plus L de beraber olacak 25'e. Bu bizim bir sistem tənliyimiz. Növbət sistem tənliyimizdə K plus L bərabərdir A-ya. Yazıram K plus L bərabərdir A. M plus K, M plus K bərabər olacaq B-yə. Qaldı C, C də olacaq L plus M. L plus M də bərabərdir C. Və bizdən də soruşur ki, kök altında B plus C minus A nəyə bərabərdir? B bizdə bərabərdir M plus K-ya. M plus K həm də bərabərdir 21'ə. Onda B ilə 21'ə bərabər olduğunu deyə bilərəm. Yazıram 21 plus. C bizdə bərabərdir L plus M. M plus L, L plus M eyni ifadə olduğuna görə C-ni də mən 25 deyə bilərəm. Minus A da məndə bərabərdir K plus L-ə. K plus L də L plus K-ya bərabərdir 30'dur. A da bərabər olacaq 30'a. 21 plus 25 46. 46'dan da 30 çıxanda elədir 16. Kök altda 16, kök altda 16'dan da 4 ala bilir. Düzgün cavab B variantı. Bugünlük izahımız bu qədər. Diqqətinizə görə çox sağ olun.